Zəbur 48-ci məzmur. Qorah övladlarının məzmuru. Bir ilahi. Allahımızın şəhərində, öz müqəddəs dağında Rəbb çox əzəmətlidir. Bol həmdlərə layiqdir. Şimala tərəf böyük padşahın şəhəri Siyon dağı ucalığı ilə gözəldir. Dünyanın sevincidir. Onun qalalarında Allah özünü alınmaz qala kimi göstərmişdir. Padşahlar bir yerə yığıldılar, Siyona yürüş elədilər. Onu görəndə mat qaldılar, qorxub tez qaçdılar. Hamilə qadının ağrısı kimi canlarına lərzə düşdü. Sən şər küləyi ilə Tarşiş gəmilərini parçaladın. Ordular Rəbbinin şəhərində, Allahımızın şəhərində nə eşitmişiksə onu gördük. Allah oranı əbədi saxlayacaq. Ey Allah! Məbədində məhəbbətin barədə dərindən düşünürük. Ey Allah, yerin ucqarlarına qədər adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur. Qoy Siyon dağı sevinsin. Sənin hökmlərinə görə qoy Yahuda qızları şad olsun. Siyonun ətrafında gəzib dolaşın. Onun qüllələrini sayın. Divarlarına fikir verin. Qalalarına diqqətlə baxın. Gələcək nəslə belə deyin, əbədi, sonsuza dək bu Allah bizim Allahımızdır. Ömrümüzün sonuna dək o bizə yol göstərəcək.